Aleykum assalam və rahmetullahi bərəkatuh. Aylıq ödəməklə bankdan pul götürüb, o pulla elektrik əşyaları və s. almaq olar? Xeyr, olmaz. Çünki bankdan götürülən pul sələmdir. Heç bir halda bankdan götürüb, sələmə pul götürüb, siz nəsə ala bilmərsiniz. Əgər kimlənsə borc götürə bilərsinizsə, o başqa məsələ. Yəni, əli borcu kimi aylıq qaytarmaq, amma bankdan sələmlə götürmək qətiyyən olmaz. İkinci sual, istənilən malın hissi alıb aylıq pulunu ödəməklə bir günah varmı? Əgər orada haram şərtlər yoxdursa, yəni misal üçün deyək ki, xaladenikdir, nal qiyməti 1200 manatdır, bir illik verirlər 1400 manatı, aya 120 manat və sən razılarsan götürürsən və əgər orada şərt olsa ki, gecikmə olsa, dəbbə pulu gələcək 1% və ya da 1% cərimə pulu gələcək. Yəni, xülasə qiymətindən əlavə, yəni 1400-dən əlavə ora nə qiymətlər yazacaqlarsa, istir adın dəbbə pulu qoy, cəza pulu qoy, cərimə pulu qoy, nə qoyursan qoy. Əgər qiymətdən artıq məbləğ tələb olunsa, bu artıq sələm şərtlərdir, haramdır, bunu eləmək olmaz. Amma bir də var, mücərrəddir, deyir ki, qardaş, nağd 1200-dür, bir illik 1400 manatdır, ayda 120 manat verərsən. Yəni, 5 gün, 10 gün gedişdən problem yoxdur. Xülasə elə ki, pulu bir il ərzində bağla. Heç bir faiz şərt yoxdursa, belə halda götürüb istifadə eləmək olar. Bunun günahı yoxdur. Amma sələm şərtləri olursa, bəli, haramdır, günahda olmaz. Yəni, kredit məhsulları, istir adın qızıl zəmanət qoysun, gümüş zəmanət qoysun, fərqi yoxdur. Qadğan olan odur ki, orada onun danışılan qiymətindən sonra gecikmələrə görə üstünə pul gəlməsi. Qadğan olan tərəf odur. Adını qızıl zəmanət, gümüş zəmanət, brilliantinə qoysun, ad heç nəyi, o məsələnin həslini dəyişmir. Qadğan olan orada o qiymətindən sonra üstünə müəyyən məbləğin gəlməsidir. O məbləğ gəlirsə, artıq haramdır. İstir qızıl yox, istir nə zəmanət olur olsun. Xeyr, sizin orada qiymətindən əlavə nə ödənişlər ödəyirsə, onlar hamısı sələmə düşür. Malın qiyməti 1400 manatdır və mən 1400 manat ödəyirəm. Amma hər ay filan qədər ödəyəcəksən, nə edəcəksən, bunlar hamısı harama düşür, olmaz. Aleykum assalam və rahmetullahi bərəkatuh. Bilirik ki, Allah yaxın insanlar bu dünyada müsibətlərə, çətinliklərə məruz qalır. Allah onu imtihan edir. Sıxıntı günləri olur. Hətta sahabələr başlarına imtihan, müsibət gəlməyəndə narahat olurdular. Amma elə insan ola bilərmi ki, bu dünyada heç bir çətinlik görməsin, daimi afiyyət və nemətlər içərisində olsun və həmçinin eyni zamanda da Allaha yaxın olsun. Allahın sevimli qulu olsun, axirətdə öndə gedənlər olsun. Belə insanlar varmı? Bəli, var. Yəni, biz şəriət demir ki, hökmən hər bir insanın başına hökmən burada müsibət filan gəlməlidir. Çünki baxın, görün, Allah Taala'nın imtihanları nə iləndir? Allah Taala deyir ki, Quran-ı Kərimdə: "Və lənəbluvannakum bi'şey'in minəl xofi vəl-cu'i və naqsin minəl əmvali vəl-anfus vəth-thəmərat və bəşşiris-sabirin." Deyir, biz onları aclıqla imtihan edəcəyik, ondan sonra ruzi ilə imtihan edəcəyik, qorxu ilə, malların azalması ilə, ondan sonra əkin biçinin azalması ilə. Yəni, sınaqların növləri çoxdur. Yəni, hər bir insana özünə uyğun sınaq gəlir. Onun tab edə biləcəyi bir formada sınaq gəlir. Amma biz zahirən kimdəsə hansısa bir sınaq görmürüksə, o demək deyil ki, bu insan sınaqsızdır. Bəli, əslində ola bilər. Yəni, ola bilər ki, bəli, onun da bir sınağı var, sadəcə biz bilmirik. Və həmçində bunun hikməti nədir? Sınaqların gəlməsinin hikmət odur ki, o insanlar hansılar ki, əksər hallarda onlara sınaq gəlir, Allah Subhanahu taala onları bu dünyada təmizlənməsini istəyir. Deməli, onlar o birisi insanlardan qismən müəyyən bir xata sahiblərdir, günah sahiblərdir. Və Allah Subhanahu taala onlara o sınağı göndərir ki, onlar o sınağa səbirli olsunlar və sonunda da cənnətə artıq bu tərtəmiz daxil olsunlar. Yəni, belə də ola bilər, belə də ola bilər. Yəni, bir insanın sınaq gəlməməsi bəli mümkündür. Aydındır. Ola bilər ona elə sınaq gəlir ki, yəni biz ondan xəbərimiz oldu, bizə bəlli olmur. Amma elə indi insanda var ki, bəli ona sınaq gəlir və sınaq gəlmənin əsas məqsəd onun günahlardan təmizlənib cənnətə, yəni bu günahsız
yəni daxil olmasıdır. Yəni biri var, insan əgər bu dünyada günahlardan təmizlənməzsə, onun bərzəx həyatı var, sonra cəhənnəm atəşi var. Amma Allah Subhanahu taala kimi bu dünyada təmizləyərsə, o həm bərzəxda, həm də qiyamət günü cəhənnəmə artıq daxil olmamış cənnətə daxil ola bilər. Ona görə də Allah Subhanahu taalanın imtahanı hər bir qula, yəni ayrı-ayrı gələ bilir. Aleykum assalam və bərəkatuhu. Mənim sualımın zəhmət olmasa ətraflı cavab yazardınız. Evdə, telefonda sevdiklərimin şəkillərini saxlamaq olarmı? Ümumiyyətlə, şəkil çəkdirmək barəsində biz bilirik ki, yəni Allah Rasulunun lənəti var. Allah Rasul buyur ki, sallallahu aleyhi və sələm, Lə'ənəllâhu musavvirin. Allah Subhanahu taala rəsm edənlərə, təsvir edənlərə lənət eləsin. Bu baxımdan alimlər ittifaq ediblər ki, bu birbaşa olaraq əllə, boya ilə çəkilmiş rəsmlərdir. Əllə, boya ilə, karandaşla. Hansı ki, insana canlı surə verirlər. Ki, qaş, göz, ağız, burun, yəni insanı orada vəsf edirlər, oxşadırlar. Və o ki, qaldı isə ki, telefonla, aparatla çəkilən, yəni elektron variantla çəkilən şəkillərə gəlincə isə, burada ixtilaf ediblər. Burada ixtilaf ediblər ki, yəni qadağan olmanı qadağan görürlər. Amma lənətə düşüb düşməməndə isə ixtilaf edirlər. Və yaxud da bəzi alimlər də zikr edirlər ki, yəni nə qədər ki insan telefonun içində şəkillər saxlayırsa, aparatın içindədirsə, inşallah bir qadağanı yoxdur. Yəni nə barədə qadağan yoxdur? Nə qədər ki onun vərəqələrə çıxartmayıb, xatirə albomlarına falana yerləşməyib, divardan falana asmayıbsa, telefonun içində qalırsa bir problem yoxdur. Və onda da məsləhət görürlər ki, o şəkil orada daimən qalmasın. Yəni müəyyən müddət baxsın, istifadə eləsin, sonra isə yəni onu seçsin. Çünki nə vaxtsa kimin də əlinə keçər, o da onu vərəqlərə çıxardar və xülasəri. Xulasa, yəni qısaca onu deyək ki, telefonda insan öz sevdiklərinin, əzizlərinin şəkillərini müəyyən bir müddət baxıb saxlaya bilər, amma daiman qalmaq isə yəni məsləhət deyil. Və aleykum assalam. Haram olan qidalar hansılardır? Haram olan qidalar birinci şərab içkilərdir, yəni insan ağlı meyxoş edən içkilərdir. Və ikinci də haram məhsullardan hazırlanan qidalar. Yəni donuzdur, itdir, pişikdir, yəni hansı şey ki şəriət haram edibsə, onların ətindən, yağından, piyindən, dərisindən istifadə olan qidalardır. Yəni xulasa hansı qidanın tərkibində ki, donuz, it, pişik, şir, pələng, hansı ki şəriət onun yeməyin haram edibsə, o məhsullarda həmən o haram olunan qatqılar, məhsullar varsa onlar haramdır. Yəni qısaca qayda budur. Və aleykum assalam, müəllim, olarmı ki, bu namazları biraz ətraflı izah edərsiniz? Bax, biz bilirik ki, bizim gün ərzində fərz namazlarımız var. Zöhr, əsr, məğrib işə, bir də sübh namazı. Və bir də var bunların ratib sünnələr. Nədir o ratib sünnələr? Sübhdən əvvəl 2 rükət, zöhrdən əvvəl 4, sonra 4, məğribdən sonra 2, işədən sonra 2. Bu ratib sünnələrdir. Bir də var, ratib sünnə deyil, fərz də deyil. Yəni günün icazəli verilən vaxtın insan sadəcə könlünə namaz düşür qılsın. Məsəl üçün, biz bilirik ki, sübhdən sonra gün çıxana qədər namaz qılmaq olmaz. Yəni, sən sübh namazını qılmısansa, gün çıxana qədər heç bir nafilə namaz qıla bilməsən. Amma gün çıxandan sonra, ta ki günəş zenitdə olana qədər, yəni təxminən saat 12-yə qədər, 1-ə işləmişə qədər, sən istənilən sayda namaz qıla bilərsən. Bunları deyilir nafilə namazlar. Yəni, nə sünnət deyil, nə fərz deyil. Və ya da ki, zöhrdən əsrə qədər sən istənilən nafilə namazlar qıla bilərsən. Heç bir sünnəyə, ratibə aidiyyət yoxdur. Nafilə namazlar bu deməkdir. Məsələn, məğrib namazıdır. Məğribi qıldın, məğribdən sonra 2 rükət sünnəni qılın. Sonra desən ki, işə kimi 1 saat var. Elə özün üçün biraz Quran oxuyun, biraz da namaz qılın. Bəli, bunlar nafilə namazdır. Sünnədən sonra qıldıq namaz nafilə namazdır. Bunlara nafilə namaz deyilir. Və aleykum assalam. Dilənçiliyi adət halına gətirən kimsəyə sədəqə versən, sədəqə qazanarsan. Əslində, belə deyim də, bugünkü həmən o dilənçilər, yəni adət halına deyil, onlar onu iş kimi qəbul edirlər. Məsəl üçün, biz səhər tezdən gedib çıxırıq, nəsə satırıq, nəsə alırıq, işləyirik, zəhmət çəkib pul qazanırıq. Bu da onların qazancıdır, işləridir. Yəni, səhər tezdən çıxırlar, axşam kimi dilənirlər. Yəni, belə insanlara ümumiyyətlə pul vermək qətiyyən düzgün deyil. Çünki sizin bunları elə o hala qoymağınız onların o peşəni artırmaqlarına səbəbdir.
Yəni, deyin ki, imkanım yoxdur və ya da sənə pul düşmür və və s. qutarsın, geçsin. Yəni, acılamaq, söymək, kobudlamaq lazım deyil. Çünki onlara mən dəfələrlə özüm şəxsən görürəm pul dilənir, əlimdə də çörək var. Deyirəm, nə istəyirsən, deyir, çörək pul. Deyir, çörək verim. Deyir, yox, çörək istəmirəm, mənə pul ver. Deməli, bu adamın çörəyə ehtiyacı yoxdur, bu adam pul istəyir. Və onlar da gündəlik hərənin də üstünə bir pul məbləğ qoyublar, onları yığırlar. Ona görə bizim elə insanlara pul vermemiz qətiyyən düzgün deyil. Sədəqə eləməksiz, əlhəmdülillah, kifayət qədər bizim qardaşların sədəqə qrupları var. Hər cüməyə 1 manat var, nə bilim 2 manat var, 3 manat var, gündəlik sədəqələr var, xəstə uşaqlar, dul qadınlar və s. Yəni, elə oralar 1 manat, 2 manat atmağımız elə sizin kifayət elər. Amma belə insanlara sizin pul verməniz düzdür. Demirəm, siz günah qazanarsınız, amma ən azından niyyətə görə savab qazana bilərsən, bəli, amma sənin bu əməllərin onların sayını artırmağına aparıb çıxarır. Və aleykumassalam. Burada mən sünnəyə səs vermişəm, amma Şeyx Fozan fətvasında qulaq astım, o Şəvval ayının orucunun müstəhəbdir deyir. Sünnə ilə müstəhəb arasında fərq çoxdurmu? Əslində, belə deyim də, fiqhi hökmlə götürəndə o müstəhəb deyil, sünnədir. Çünki Peyğəmbər s.ə.v tutub da və bildirib də ki, tutmaq lazımdır. Sadəcə Şeyx Fozan Həfizahullahın o müstəhəb sözünü fərzin qarşılığında deyilib. Yəni, fərz deyil, müstəhəbdir. Müstəhəb də nə deməkdir? Yəni, tutsan bəyənilir. Tutsan bəyənilir deməkdir. Yəni, vacibdir. Çünki vacib eləməsən günah daşıyırsan. Amma bu müstəhəbdir, yəni bəyənilən əməldir. Amma şəri fiqdə hökm götürsən, bəli, buna hökmü sünnədir. Bunun hökmü sünnədir. Çünki Peyğəmbər s.ə.v tutub və tutulmasını da sahabilərə bildirib. Və aleykumassalam və tullahi bərəkatuhu. Nəsiyyət necə olur? Həm edən necə olmalıdır, necə etməlidir, həm də dinləyən necə dinləməlidir, necə qəbul etməlidir. Bu barədə bizim nəsiyyət haqqında dərs var. İnşallah onu YouTube-dan axtarıb tapıb tam dinləyərsiniz, daha çox fayda əldə edərsiniz. Amma qısaca onu deyək ki, əvvəla nəsiyyət edən birinci nəsiyyəti cəmaət içində eləməli deyil, onu təşkildə eləməlidir. Və ikinci nəsiyyəti ona qınaq formasında eləməli deyil, yuxarıdan aşağı baxar kimi eləməli deyil, təvəzzəkarlıqla, mülayimçiliyin ona bildirməlidir. Üçüncü, o nəsiyyəti gözəl şəkildə eləməlidir. Gözəl şəkildə eləməlidir, gözəl şəkildə ona başa salmalıdır. Və dördüncü də həmən insan o nəsiyyəti ona xeyir istəməklə eləməlidir. Ona xeyir istəməklə. Yəni, məqsədi ona xeyri çatdırmasıdır. Amma eyni zamanda bu şərtlər tamamlanırsa, nəsiyyət olunan da gözəl şəkildə bunu qəbul eləməlidir. Amma kimsə nəsiyyət edirsə ki, cəmaatın içində onun eybini ifşa edir, eybini açır, öz aləmində görə nəsiyyət edir və ya da sosial şəbəkələrdə nəsiyyət edir və yaxud bunlar hamısı şəriətə müxalifdir. Sosial şəbəkədə necə nəsiyyət edə bilər? Əgər o sosial şəbəkədə eyblənibsə, tam ki, eybi sosial şəbəkədəndirsə, yəni bəllidirsə, bəli, o vasitələ ona ola bilər. Amma yox, insanın eybi sosial formada deyil, fərdi formadadırsa, ona fərdi formada da nəsiyyət olunmalıdır. Aleykumassalam. Biz əkinçiliklə məşğul oluruq. Əkinləri suvarmaq üçün evimizin arxasında su ilə dolu quyu düzəltmişik. Ora qurbağalar yığılır. Qonşumuz qurbağaların səsindən narahat olduğunu, onları öldürməyimiz dedi. Əlimiz gəlmir, belə şey etməyə dedik, dərman elə öldürün dedilər. Bunu etmək olarmı? Ümumiyyətlə, qurbağaları öldürmək olmaz. Peyğəmbər s.ə.v qurbağaları öldürməyə qadağan edib. Çünki qurbağaların o səs eləməkləri var, quruldamaq. Onlar Allahı zikr edirlər. Əgər o birinci qonşuya başa salın, əgər qonşu narazılıq eləsə, o zaman siz torla, zadla, o balıq toru var, belə yumru, uzunda dəmirdə, ağzında yumru setka. Onunla o qurbağaları yığın, aparın, başqa bir gölə buraxın. Yəni, ümumi gölə buraxın. Amma öldürmək olmaz.
öldürmək olmaz. Nə dərmanla, nə qeyri halda onu öldürmək olmaz. Çünki ona qadağan gəlib. Aleykum assalam. Səhər, axşam zikirlərini bəzən olur ki, 3-4-ünü çəkirəm, yarısı qalır. Olarmı ki, gün ərzində gün orta namazdan kimi qalanını davam edim, çəkim sayılarımı elə. Yoxsa hamısını ard-arda gün çıxana qədər bitirməliyəm. Səhih olan odur ki, səhər zikirləri sübh namazından, yəni sübh girəndən başlayır, ta ki gün çıxana qədər. Ən doğrusu da odur. Yəni gün çıxandan sonra artıq zöhrdə filan edilən zikir o səhər zikirləri sayılır. Ona görə çalışın. Yəni ən maksimum 10 dəqiqə vaxt ayırır. 10 dəqiqə. Çalışın o zikirləri tam edin ki, həmən əcri də əldə edəsiniz. Yəni tənbəllik eləməyin. Aleykum assalam, rahmetullahi bərəkatuhu. Bir nəfər yuxuda hərəkətsiz qalır, birdən birə tərpənir və ona Kürsi ayəsini oxuyur. Və o an Kürsi ayəsini oxuyur və sanki daxilindən nə isə çıxmış kimi, bədənindən onu nə isə tərk edirmiş kimi hiss edir. Kürsi ayəsini oxuyub bitməmiş bu proses baş verir. Oyananda isə həqiqətən də Kürsi ayəsini oxuduğunu görür, bədəndə rahatlıq hiss edir. Əvvəllər tez-tez olurdu, daha sonra isə azalma başladı. Əlhəmdülillah, belə halda nə etmək olar? Allah alim, yəni daha doğrusu Allah bilir, belə hiss olunur ki, həmən insanda toxunma var, yəni musallat olan, yəni cin toxunması var. Ona görə tövsiyəmiz odur ki, bu adam kimdirsə, o özünə mütəmadi hər gündə ruqiyyə eləsin, hər gün özünə ruqiyyə eləsin. Yəni Fələq, Nəs, İxlas, Ayət-i Kürsi, Bəqərənin sonraki ayəsi, Fatihə surəsi. Bunları gündə bir və ya da 2 dəfə özünə ruqiyyə oxusun, 7-7 oxusun, özü bədənini oxusun. Və həmçində heç olmasa gündə bir dəfə Bəqərə surəsini oxusun və eyni zamanda bu ruqiyyə ayələrində suya da oxusun. O sudan da içsin. Yəni görsən odur ki, yəni bu insana toxunma var. Ona görə ruqiyyə eləsin özünü. İnşallah ki, acil, kamil şəfa tapar və musallat olanlar ondan uzaqlaşıb gedər. Aleykum assalam. Ərəb dilindən kursa yazılmışdım. Aya 70 manata. Həftədə 2 dəfə. İlk gün getdim. Müəllimin yanına oturdum. Məni biraz salca elədi, səviyyəmi ölçdü və biraz danışdıq və dərs günlərini təyin etdik. Məndən 10 manat depozit aldı. Sonra getdim evə, gördüm ki, məndə həm vaxt cəhətdən, həm də maddi cəhətdən bu kursa getmək yaxşı alınmır. Özünə dedim ki, vaxtım düz gəlmir, gələsi olmadım. Mən indi 10 manatı depozit qoyduğum pulu geri ala bilərəm, yoxsa ilk gün məni sualca elədiyi və mənimlə biraz danışdığı üçün o pulu ona halal olur. Ya yoxsa necə olur, nə edim, geri alım. Əslində, sizin o ilə danışıq aparmağınız, o sizə dərs keçmək anlamına gəlmir. O sadəcə sizi yoxlayıb və dərəcəni ölçüb, hansı səviyyədəsiz. O dərs hesab edilmir. Bu baxımdan pulu geri ala bilərsiniz. Amma nəzərə alsaq ki, sonra getməyiniz və sizə öz vaxtından müəyyən bir vaxt sərf eləməsi, onu nəzərə alsaq, yəni əgər geri götürməsəz daha yaxşı olar. Düz o sesi bir dərs falan keçməyib, amma ən azından müəyyən bir vaxt sərf edib sizə. Bu baxımdan, məsələn, deyə bilər ki, mənim vaxtımı boş yerə aldın, mən başqası ilə məşğul olardım və s. Bunu isə dəlil kimi gətirib. Ona görə inşallah Allah üçün elə onu sədəq eləsəz, inşallah daha yaxşı olar. Və aleykum assalam. Deyirlər, bu xaçın bir növüdür. Bəziləri deyir, olar taxmaq. Elə deyil, olar, yox, olmaz. Çünki bu xaç kimi ölçülər uyğun gəlməsə də, amma forma etibarilə xaçın formalarındandır. Çünki bu xaçpərəstlərin dəvət formalarından biridir ki, yəni belə bir şeylərdə dizaynlar insanlara təbliğ edirlər, insanlara yayırlar və öz aləmlərində
ki, insanlar bu xaçı müəyyən formalar vasitəsilə olsa özlərinə daşısınlar. Ona görə belə formalı, yəni xaç formalı bəzək əşyalarını taxmaq icazəli deyildir. Aleykum assalam və rəhmətullah və bərəkatuhu. Şeyx Albani demişdir, bankda işləmək haramdır, hətta xadimətçi olsa belə. Bu fikirlə razılaşmayan var. Deyirlər, bu doğru deyil. Çünki müsəlman içi təmiz olsun, harada işləyirsən işləsin. İndi insanlar iş tapmaqda çətinlik çəkirlər. Əsas insanın inamı, imanı təmiz olsun. Nə deyərdiniz? İnsanın inamı, imanı təmiz olsa, o Allahın haram və halallarına riayət eləyər. Ən düzgün təmizlik də odur. İnam, iman deyirik. İnam, iman kimə bağlıdır? Allaha bağlıdır. Və Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə də sələmi haram edib. Və sələmlə, riba ilə müamilə edənləri Allah Teala Quranda Allaha və Rasuluna qarşı müharibə edənlər sayıb. Quran-ı Kərimdə onlar belə zikr olunublar. Yəni, bir insan necə eyni anda həm imanlı, həm inamlı, həm doğru dürüst olar, o insan elə halda necə Allah və Peyğəmbərin müharibə elan edə bilər? Yəni, bu əks təzad fikirlərdir ki, harada işləyirsən, tək ürəyin, qəlbin təmiz olsun. Bu təmiz olan insan birinci, yəni yaradanın əmrini yerinə yetirər də. Yəni, düzgün təmizlik oldu da. Onda belə çıxır ki, bizim bu ibadət əhli ilə bu cahillərin arasında fərq oldu ki, onlar da yeyirlər, içirlər, zina, siqaret, içki, qumar, hər bir şey eləyirlər. Deyir, əsas məsələ qəlbin təmiz olsun. Qəlbin təmizliyi nədər görsənməlidir? Əmirlərə və qadağalara riayət eləməklə də. Əmirləri yerinə yetirəcəksən, qadağalardan çəkinəcəksən və bu sənin həqiqətən də qəlbinin saflığının təmizliyini göstərir. Amma qəlbin təmiz olsun, doğru dürüst ol, get bankda işlə, insanlara zülm elə, insanlara faizə pul ver, evlərin əlindən al, ehtiyacının vur əlindən al, mülkün əlindən al, 5 manat ver, onu 10 manat al, 100 manat pensiya alana 1000 manat sələm ver, sonra ona 1500 onu qışqırda al. Bu nəyi düzgünü, nəyi təmizlikdən danışırlar? Subhanallah. Yəni, bilmirəm, indi bunu deyənlər ibadət əhli yoxsa ibadət əhli deyil. Yəni, hər iki tərəf istəyir ibadət əhli olsun, istəyir ibadət əhli olmasın. Bu fikir tamamilə xata, səhv fikirdir. Tamamilə xata, səhv fikirdir. Bəli, bankda, sələm banklarında işləmək olmaz. Çünki o başdan ayağa zülmdür, haqsızlıqdır. İnsanların haqqına girirlər, insanlara zülm edirlər və o işdə də bərəkət də olmur. Ona görə də bu cümlələr kim deyirsə səhv deyir, xata edir. Və aleykum assalam. Birinci sual, hizbi nədir? Hizbiçilər kimdir? Hizbi İslama, özlərini İslama nisbət edib müəyyən bir toplum firqədir. Yəni, əqidə ilə, mənhəzlə əhl-i sünnədən özlərini ayırırlar. Hansısa bir etiqad sahibi ola bilər, hansısa bir mənhəc sahibi ola bilərlər, hansısa bir şeyxin toplumun arxasına gedə bilərlər. Və bunlar hizbilik formalaşdırırlar və o yolu gedənlər də hizbiçilər, yəni hesab olunurlar. Yəni, Quran və sünnə müxalif etiqad, mənhəc sahibləri bir toplum yaradırlar və o yolu gedənlər hizbiçilər olur və toplum özü də hizbi toplumu olur. O yolu gedənlər isə hizbiçilər, yəni hesab olunurlar. İkinci sual, pişik qabağımda ola namaz qıla bilərəm. Əgər fikrin pişikdə qalmayacaqsa, olar. Yox, əgər fikrin pişikdə qalacaqsa, o zaman elə namaz qılmağın düzgün deyil. Çünki o sənin xuşuvu aparacaq, namazını oğurlayacaq. Ona görə əgər elə bir namazı oğurlayacaqsa, xuşu aparacaqsa, o zaman pişiyin qabağında namaz qılma, qovula getsin, özündə sərbəst namazını qıl. Qabağımdan 4-5 yaşlı qız uşağı keçən namazın pozulur. Səhih olan odur ki, qabaqdan nə və ya da kim keçsin, namaz pozulmur. Sadəcə insan bacaran qədər qarşısını alsın. İstər uşaq olsun, istər böyük olsun. Necə başqa bir səhhətsə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, fədra'u məstəta'tum. Yəni, bacaran qədər qarşısını alın, yəni qoymayın keçsin. Və bu da daha doğrusudur. Yəni,
namaz batil eləmir, sadəcə bacaran qədər qarşısından kimisə getməyin qoyma. Aleykum assalam. Sübh namazına yatıb qalan nə etməlidir? Yəni, duran kimi namazlarını qılmalıdır. Sünnət sonra fərz, həm də deyirlər ki, gün çıxanda məkruh və salih. Əgər duran kimi namazları sünnə və fərzi qılsaq, səhər zikirlər etmək lazımdır, yoxsa artıq gec olur. Bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrlə bir yerdə, bir vadidə sübh namazına yatıb qalırlar. Yəni, artıq duranda günəşin istiliyi ilə oyanırlar. Daha doğrusu, artıq günəş qalxmış və istiliyi bunları oyatmışdı. Və Peyğəmbər sallallahu aleyhi və səlləm duran kimi əmr edir, o yeri tərk edirlər. Çünki artıq şeytan onları yatızdırıb, o yeri tərk edirlər. O yerdən biraz aralanırlar. Və Peyğəmbər s.ə.v əmr edir, əzan verirlər, sonra sünnəti qılırlar, sonra da fərzi qılırlar. Və belə halda da, bəli, əgər sübh namazı qəza halında qılınırsa, ondan sonra səhər zikirləri də etmək, yəni icazəlidir. O da qəza halında etmək icazəlidir. Aleykum assalam və bərəkatuhu. Bir müəllim canlı dərs keçir, keçəndən sonra mən qrupa yazıram. İndi yazdığım kimi Allah elmimizə və dəvətinə bərəkət versin. Bu yaxşı şeydir və müəllim mənə cavab verir, əmin əcməyin. Müəllimə deyə bilərəm ki, siz cavab verməyin. Müəllimə rəhmət kimi hər dəfə müəllimə əziyyət olmasın. Ədəbdəndir belə demək. Yox, demək yaxşıdır. Çünki siz ona dua edirsiniz ki, Allah elmimizə və dəvətinə bərəkət versin. O da elmi də, bərəkəti də, qarşılığı da sizə də istəyir. İnşallah əmin əcməyin deməyə heç bir problem yoxdur. Navrut, siz ona elədiyiniz duanı özünüzə də qaytarır. Çünki təkcə müəllimlər yox, həmçində sıravi insanların da elmə də, dəvətə də ehtiyacları var. Yəni, onlar da bildiklərini öyrənməlidirlər, bildiklərinə dəvət eləməlidirlər. Orada müəllimin yazması ki, əmin əcməyin inşallah gözəl cavabdır və siz yazmayın deməyə də ehtiyac yoxdur. Ona görə ki, ona edilən duanı, yəni onu öz dinləyicisinə geri qaytarır. Bu da ən yaxşı duadır. İnşallah ki, əlavə nəsə yazmağa ehtiyac yoxdur. Elə siz ona elədiyiniz duanı sizin özünüzə qaytarmağı inşallah kifayət eləyir. Yəni siz yazmayın deməyə ehtiyac yoxdur. Aleykum assalam. Sualım belədir. Bəziləri deyir ki, Ramazandan sonra 1-ci Şəvval orucu tutulur, sonra qəza verilir. Bəziləri deyir, 1-ci qəza sonra Şəvval orucu tutulur. Mən bilmirəm, səhvmi etdim ya düzmü. 1-ci Şəvvalı tutdum, sonra qəzanı. Məqsədim oldu ki, keçən il Şəvvalı tuta bilmədim. Ağırdım deyə fikrimdə tutdum. Tutdum ki, Şəvval bir aydır, amma qəzanı sonra verə bilərəm. Nə olar, bu sualın imkanı varsa tez cavab verərdiniz. Ümumiyyətlə, əsl odur ki, hansı ki, Şeyx İbn Hüseymin və Şeyx Fozan Həfizallah o rəydədirlər ki, kim ki, Peyğəmbər s.ə.v dediyi kimi, mən sama Ramadan thumma ətba'u sittən minə şəvval kənnəmə sam'a dəhra kəmilən. Allah Rasulü söylüyor ki, kim Ramazan tutub və onun arxasınca Şəvvaldan 6 gün tutarsa, elə bil ki, bir ili oruç tutmuş kimi olar. Bu əcrə kim nail olmaq istəyirsə, alimlər deyir ki, o birinci Ramazanı tamamlamalıdır və sonra isə, yəni Şəvvalı. Və burada da alimlər deyir ki, bu kimə aiddir? Kimin qəzası, yəni 5 gündür, 3 gündür, 7 gündür, 10 gündür, yəni 15 gündən aşağıdır. Çünki insanlar var ki, onların 25 gün qəzaları ola bilər. Məsələn, ola bilər ki, insan Ramazan girəndən 3-4 gün sonra xəstələndi, bir də Ramazan axırı sağalıb. Ya da səfərə çıxdı, 25 gün sonra Ramazan axırı gəldi. Yəni, praktik olaraq həmən insan əgər Şəvval ayında Ramazanın qəza eləsə, onun bütün Şəvvalı Ramazan qəzasına gedəcək. Çünki onda artıq 15 gündən yuxarıdır. Və belə insanların halında daha doğrusu odur ki, onlar birinci Şəvvalı tuturlar, sonra isə Ramazanın qəzasını. Çünki Ramazan qəza oluna bilər, amma Şəvval qəza olmur. Amma kimdəsə 15 gündən aşağıdırsa, onların halında daha doğru rəy odur ki, Allahın izni ilə onlar birinci Ramazanı tamamlamalıdırlar,
Sonra isə Şəvval tutmalıdırlar. Yəni daha doğru odur bunların halında olan. Və siz də indi ehtimal etmişsiniz ki, xəstələnərəm, eləyərəm. Birinci Şəvvala tutmusunuz, sonra Ramazan. İnşallah ki, bir problem yoxdur. Çünki öz halınızı, öz səhhətinizi özünüzdən daha yaxşı bilən yoxdur.